Salam. Bu günləri isbat 5-i həll eləyəcəyik. Bildiyimiz kimi isbat məsələləri uşaqların biraz çətinlik çəkdiyi yerdir. Ona görə isbat məsələlərin çalışacağım sıra ilə gündə bir dənə eləyim. Nömrə 5. Şəkildə verilmiş A və B düz xətlərin perpendikulyar olduğunu isbat edin. Perpendikulyar düz xətlərin tərifini yadımıza salaq. 90 dərəcəli bucaq altında keçən düz xətlərə perpendikulyar düz xətlər deyilir. Şəkli çəkmişəm mən sağ tərəfdə, hazır yazılarda yazmışam ki, vaxt getməsin, üzərində indi izah eləyəcəm. Deməli, kiçik, burada izahı vermək üçün böyük hərflərdən gərək istifadə eləyək. Bir nöqtədə orada 4 dənə bucaq alınır. Hər nöqtədən görürük 4 dənə bucaq çıxır. Ona görə böyük hərflərdən istifadə eləmək lazımdır. Hərflə işarə elədik. Deməli, biz göstərməliyik ki, məqsədimiz odur ki, göstərək ki, bucaq C, D, F bucağı 90 dərəcədir. Əgər bunu göstərsək, deməli A ilə B-nin perpendikulyar olduğunu göstərmiş oluruq. Məqsədimiz deməli oldu bizim. O bucağın 90 dərəcə olduğunu göstərməkdir. Başlayaq. Qarşılıqlı bucağın xassəsinə görə bucaq BAC bərabərdir bucaq MAN. O deyilir 40 dərəcə. Bucaq ABC bərabərdir bucaq YBK, o deyilir 95 dərəcə. Üçbucağın bucaqlarının cəmi 180 dərəcə olduğundan bucaq ACB bərabərdir 180 dərəcə çıxmaq bucaq BAC üstə gəl ABC. 180 çıxmaq BAC-ni 40 tapmışıq, ABC-yi 95 tapmışıq. Bu elədir 135, 180-dan 135 çıxıq elədir 45. Deməli, nə vardıq? Bucaq ACB-ni tapdıq ki, 45 dərəcədir. Yenə də qarşılıqlı bucaqların xassəsinə görə DCF bərabərdir bucaq BCA-ya, o deyilir 45. Həm də bucaq DFC bərabərdir bucaq TFP-yə, o da bərabərdir 45 dərəcə. Deməli, bu üçbucaq DCF-in iki bucağı məlumdur. Qalıb üçüncü bucağını tapmaq. Üçbucağın bucaqlarının cəmi haqqında teoremə görə bucaq CDF bərabərdir 180 dərəcə çıxılsın. Bucaq DCF üstə gəlir bucaq DFC. Onlar da tapmışıq, hər ikisi 45-dir. 180-dan 45 bölü 45-i çıxdıq, elədir 90. Deməli, bucaq CDF 90-dır. Bu da perpendikulyar düz xətlərin tərifidir. Deməli, onda B düz xətti A düz xəttinə perpendikulyar imiş. A, B-yə perpendikulyardır. Buna da ispat oldu. İndi bunun biraz yazısının çox olduğuna baxmıyorum, amma çox sadədir də. Qarşılıqlı bucaqlar bu məsələ aiddir, neçənci sinifə aiddir? Bu məsələ 6-cı sinifə aiddir. Qarşılıqlı bucaqlar orada keçilir. Bir də üç bucaqların cəmi 7-yə aiddir. 6-7-ci sinifin aid bir məsələdir. Sadəcə D bucağının normal 90 dərəcə olduğunu göstərmək lazımdır. Vəssalam. Bu qədər sadə. Sabah inşallah 6-cı məsələni həll eləyərik. Sağ olun.